Şıkhali, pulov soyur. Gelsene. Bundan sonra kime inanırsan? Ne olur? Nece ne olur? Ahmak 3 saat yol üstünde durasan. Bırak öke! Gün tepene döye döye, 8 kilometre piyade yol gidesen, o da gelip senin yanından fırr eleyip ötsün. Güya bilmirem kâre gelir. Sen ara. Sahiye gidirem, Kur'an'ı ye. Bu ne pilavdır? Yağ getir. Pilav pişirmeyi de bilmirsen. Beğenmirdim, özüm pişireydim. Ha? Arvadın da işini ben görenden sonra, besarvat neye gerektir? Ele hara bakırsan sarbat işini, tarlada darbat, evde darbat. Hiç bilmirem kim bunu böyle böyle. Magdalena ha! Ne? Çay getir. Renk olsun. Koruz kuyruğu. Şıkhali, axı bir insafın olsun. Başa düş ki konaklar tarlada beni gözlüyor. Tarlada? Konak şu süfre açarlar. Süfre! Yoksa siz kimi? O tarla senin, bu tarla benim, bu tarla senin, o tarla benim. Kamil'le Nebifez bütün işleri körlediler. Beri bak! Bilirsen ne var? Sözünü deyin. Bilmirsen... Otur. Gez Münevvere de ki, eğer konakları emelli başlı kabul etmek istiyorsa, beni çağırsın. Boy, seni niye? Bəli, beni. Çünkü ben siz onun işi kesmeyecek. Başa düştün? Sözün üstte möhkem dur. Mene bak, boynuna koy. Çünkü o senin hatırını çok istiyor. Şıkhali, bacarmaram, hayıftan utanırım. Nece? Bacarmazsan, erin diyenden sonra utanmak nedir? Vermeyeceğim araba, vermeyeceğim. Hadi ret olun, şimdi buradan, Neceyan vermir. Vermir. Ha? Nedir misin? Git de. Onun bütün ömrü belə əzab içində keçir. Bəs o belə ərlə necə yaşayır? Neyləsin? 5 uşağı var. Nətər olsa uşaqlarının atasıdır. Uşaq məsələsi çətindir. Ancaq necə olub ki, belə veylin birinə ərə gedir? Biz hamımız güman eləyirik ki, qəhrəmanlara ərə gedəcəyik. Bəs necə? Qəhrəmanlar bizdən artığını alacaq. Ay şeytan! Necə olsun? Axı Şokit gəlib çıxmadı. Yaxşı, Əbilfəzi işarə ilə qoy başlasın. Bu saat. Sən orada qalacaqsın, yəqin. İşte nə gözəl yerlərimiz var orada. Lala, yaxşı yerlərimiz var. Pambıq sahəsi. Bizim təcrübə sahələrimiz Görürsən bu şökəti? İndi lazımdır, yoxdur. Lap dəngə gəlmişəm əlindən. Ne qəşəng qızdır. Gedək o biri sahələrə də baxar. Gedək baxaq. Bilirsiniz, bizdə nə qədər qəşəng sahələr var. Hə? Pambığı beləsi varmazlar. Bəs necə? Bizim Fərqanədə təzə üsulla suvarırlar. Boru usulü ilə. Ben size öyle derim. Boru usulü, neyine olar da.
Elə gərək yolun yarısında düşəydin, evə qədər aparmaq çətin olardı. Çətin, mən səni hara desən qollarımı üstə apararam. Yavaş yıxılarsan. Gölə gələcəksən bax. Gözləyəcəm ha. Əzzə xanım, yaxşı adaqlı. Nə qədər adaqlıdırlar, yaxşıdırlar. Elə ki evləndilər, üzlərini görmək. Hay hay, cemaat elə başa düşür ki kebap pişirme yasdan iştir. Bu sizin işi kertok soymak değil ha. Çıxardın nə əcəb bugün? Bilmirsiniz ay qızlar, kabab ilə gəlib də kabab. Hər yerdə aşıq əli orada bax. Ha, kebap için bu etten doğramak lazımdı. Bu ne pomidordu, vay vay vay, bunu kaşırışım ki. Yenirsen, kırda doğra, kırda. Ne pişirirsen? Qorma. Ha, yaxşıdır. Zəfəran yaddan çıxmasın. Ha, bəh. Nazik yani, nazik. Sizin kolxozda məşhur bir pambıqçı da var. O Şevket Qurbanovadır. Biz öz hədiyəmizi ona təqdim edirik. Yavaş Ayşəli, əbəyə dolaq. Selmin hediye verirler, gel dalımıza, gel. Hədiyyə? Mən sizi ürəkdən təbrik edirəm. Çox sağ olun. Təbrik edirəm. Bu paltar sizə çox yaxşı yaraşır. Lap özbəyə oxşuyursunuz. Bu ne plovdu? Plov pişirmeyi de bacarmışsan. Yağ getir. Ne? Yağ getir. Yaxşı. Növbəti hədiyəmizi pambıq ustası Böyük kişi Rəhimova veririk. Lala, böyük kişi səni gözləyir. Bu ki o deyil. Necə yəni? Özüdür. Təbrik edirəm. Sizə müvəffəqiyyətlər arzu edirəm. Oy, Azərbaycan və Özbəkistan pambıqçılarının dostluğu günü-gündən möhkəmlənsin və artsın. Lala, sən niyə deyirdin ki bu o deyil? Mən başqa usta haqqında düşünürdüm. Pambıq ustası. Mən nə axmağam. Kamil, burada nəyə dayanmışsan, gedək ora. Hamı şənlənir. İstəmirsən? Yaxşı getməyək. Mən nə hayda, sən nə hayda. Yaşa, can ay can. Durun bile efendim, oynayın. Gel. Doğrudan diktirem. Nə gözəl oynayır. Çok yaxşı oldu. Bir gez bura çok istedim, biraz havaya çıkar. Gedək.